Fəridə Məmmədova Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Daha sonra isə təhsilini SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda davam etdirib. O, Azərbaycan tarixində Albaniya dövrünün tədqiqatçısı kimi tanınır. Görkəmli alim Albaniya dövlətinin tarixi sərhədlərini müəyyən etmişdi. Fəridə Məmmədova eyni zamanda Albaniya dövründə feodalizmin yaranması və inkişaf mərhələlərini öyrənib. Görkəmli alim məhz bununla da elm dünyasında Albanların ibtidai icma formasında yaşaması düşüncəsini məhv etmişdi. Fəridə Məmmədova həmçinin Albaniya dövlətini idarə etmiş sülalələri və onların xarici siyasətləri haqqında da araşdırmalar aparıb. Fəridə Məmmədova apardığı tədqiqatların nəticəsi olaraq əməkdar elm xadimi adına və şöhrət ordeninə layiq görülüb.